Test 3'ün ikincisini izah etməyə başlayacağam. Test 3'ün ikincisində nə deyir? Deməli, belə bir sual verilib bizə. Əgər bu tipdə suallar verilirsə, biz əlbəttə bilirik ki, birinci mötərizələrin içini həll etməliyik. Mötərizələrin içini həll edək görək bizə cavab olaraq nə veriləcək? İndi mötərizədə 3 vurulsun nə? Bax, mən burada 1-i necə yaza bilərəm? 3-də 3 kimi yaza bilərəm də. Nəyə görə? Onsuz da 3 3-ə bölündə 1 eləyir. Yəni, bu məxrəcə əsasən mən bunu belə yazıram. Deməli, 3-də 3 üstə gəlinsin 5 bölünsün 3 bölünsün deməli 7-də 1 vurulsun nə? Vurulsun, deməli, vurulsun, deməli 3 ilə 4-ə köməkçilikdən nə taparam? Deməli 12 taparam. 12, 12-ni mən 4-ə böləndə burada 3 eləyəcək, 12-ni 3-ə böləndə 4 eləyəcək. 3 ilə də 4 toplasam eləyəcək 7. Vurulsun, bölünsün burada 6. Böyük mötərizə 6. İndi bu da böyük mötərizəni də yazaq, bərabərdir. Daha sonra deməli baxırsan 5 ilə 3-ü bax burada mən topladım. Bu mötərizəni də həll etsəm 5-in üzərinə 3 gəlsəm 8 bölünsün 3 eləyəcək. Bu mötərizəni də həll etdim. Elədim nə? Cavab burada deməli vurulsun 3-də 8. 3-də 8 vurulsun. Burada da vurma işarəsidir. Bax bu bölmə deməli 3 vurulsun 3-də 8. Bu bölmə olacaq nə vurma? Deməli 1-də 7 vurulsun 12-də 7. Bu da deməli bu bölmədə olacaq vurma, amma vurulsun 6 yox 6-da 1 bərabərdir. Bərabər bu 3-lər ixtisara gedəcək. Sonra bu 12 ilə 8 nəyə ixtisar gedir? 4-ə ixtisar gedir. Mən 12-ni 4-ə böləndə burada 3 qalacaq. 3 qalacaq burada. 8-i 4-ə böləndə 2 qalacaq. Sonra 7-ni 2-yə vursaq eləyəcək 14 vurulsun. Bu 7 bölünsün də 3 vurulsun 6-da 1. Baxın görürsünüz mən mötərizəni həll etdim. Əvvəlcə bax bu mötərizələri həll etdim. Sonra alınan ifadələri ardıcıl olaraq yazdım, həll etdim. Bu ikinci mötərizəni və sonra da bu bölmədə bilirik ki, vurma olur, amma deməli sözlə məxrəcin yeri dəyişmə şərti ilə. Deməli 6 ilə 14 nəyə ixtisar gedəcək? 2-yə ixtisar gedir. 14-ü 2-yə böləndə 7, 6-nı 2-yə böləndə 3 qalır. İndi 7 dəfə 7-dən eləyəcək 49. Deməli 3-ü də 3-ə vuranda eləyəcək 9. Yəni sözlə məxrəcə 1 vurmalıyam. Cavab etdi B bəndi. Sonra keçək 3 nömrəli suallı səhvimiz var idi. 3 nömrəli sualda deyilir ki, bu tipli sualları necə həll edirik? Əvvəlcə birinci biz bax bu məxrəcləri deməli birinci bu məxrəci sürəti və məxrəci bölməliyik. Sonra bu sürətlə məxrəci bölməliyəm və cavabları yazmalıyam. Gəl bölək. Necə yazarıq bunu? Bax, nə deyir? 5-də 3 bölünsün nə? 5-də 3 bölünsün 7-də 2. Bu bölünsün 4-də 1 bölünsün 4-də 5 bərabərdir. Birinci bunu, sonra bunu və alınan cavabları bir də mən bölməliyəm. İndi bərabərdir. 5-də 3 vurulsun 2-də 7 bölünsün. Yəni mən bunu mötərizəyə alım ki, qarışdırmayım da. Sonra 4-də 1 vurulsun nə? 5-də 4 bərabərdir. İndi deməli həll etsək. Deməli 7 dəfə 3-ün eləyəcək 21 bölünsün 5 dəfə 2-nin 10 bölünsün 4-lər ixtisara gedəcək. Burada da qalacaq 5-də 1 bərabərdir. Deməli 21 bölünsün 10 olduğu kimi qalacaq. 5-də 1 də bölmə olacaq vurma. 5-də 1 olacaq 1 bölünsün 5. 10-la deməli 5 ixtisar edəcək. 5-i 5-ə böləndə 1, 10-u da 5-ə böləndə 2 qalacaq. Eləyəcək nə? 21 bölünsün 2. Baxın bu formada qalacaq. 21 bölü 2 A bəndi. Sonra digər suala keçək. 4-də də səhvimiz var. 4-də də yenə də bax sürətlə məxrəci ayrı-ayrılıqda mən həll etməliyəm. Baxın mən bunları sürətlə məxrəci bunu həll edib, sonra bunu da həll etməliyəm və bölməliyəm bir-birinə, cavabı tapmalıyam. İndi görək necə taparıq. Deməli 3-ü mən necə yaza bilərəm? 3-ü bax mən 2 tam 5-də 5 kimi yaza bilərəm. 5 hansı 5-dir? Bax bu 5-dir. Bax bu 5 əsasən. Çıxılsın 5-də 2. Deməli sonra 6 ilə 9-a mən əkab tapmalıyam. Baxın 5-i 5-ə böləndə həqiqətən 1 eləyir. 1-in üzərinə 2 gələndə 3 eləyir də. Demək ki 3 yenə çıxılsa 5-də 2 kəsri alınır. Ona görə həmişə bu cür yazanda 3 verilibsə 2 tam 5-də 5 yaza bilərəm. Əgər 4 verilsəydi mən 4-cü yazacaqdım. 3 tam 5-də 5 kimi yazacaqdım. 5 verilsəydi onu mən 4 tam 5-də 5 kimi yazacaqdım. Bu formada yazacaqdım. İndi 6 ilə 9-a mən əkab tapmalıyam. 6 nədir? 6 2 vur 3 deməkdir. 9 nə deməkdir? 3 vurulsun 3 deməkdir. 9-u 3 vurulsun 3 deməkdir.
3 vurulsun 3. 3'lərimiz ortaqdır. Ortaq vurulsun. Yerdə qalanlar 3 dəfə 2-nin 6, 6 dəfə 3-ün 18. Əkөb tapdıq 18. Deməli, burada tapdıq əkobumuz 18. 18-i deməli mən 6-ya böləndə burada eləyəcək nə? 18 6-ya böləndə 3, 18-i 9-a böləndə 2 qalır. 5 dəfə 3-ün 15, 2 dəfə 1-in 2. Bölünsün bu 5-də 12 bərabərdir. 2-dən bax bunun tam hissəsi nədir? 0-dır da. 2-dən 0 çıxanda 2 eləyəcək. 5-dən 2 çıxanda 3, 5-də olduğu kimi qalır. 15-dən 2 çıxanda 13 eləyəcək. Bölünsün 18, vurulsun, bölünsün 12, bölünsün 5. İndi bu məxrəci həll edək hələ. Məxrəci həll etsək 5 dəfə 2-nin qarşılıq kəsrə düzgün olmayan kəsrə çevirməliyəm. 5 dəfə 2-nin 10, deməli 5 dəfə 2-nin 10 üstə gəlsin 3, 13. Burada 13 bölünsün 18, bölünsün 12, bölünsün 5 kimi qalacaq, bərabərdir. Deməli, aha, 13 bölünsün 5, bölünsün 13 bölünsün 18. Bu kəsr xətti bölmə deməkdir, ona görə. Və bölünsün, bu alınan cavabı da mən 12 bölünsün 5-ə bölürəm. Yəni bunları mən mötərizə alıram ki, qarışmasın da. Ona görə özümdən mötərizə aldım. Bərabərdir. 13 bölünsün 5, bunları həll etsək, vurulsun. 13-də 18. Deməli, bu da vurulsun 12-də 5 kimi yaza bilərəm. Bölmə olacaq, vurma. Kəsr xətti bu alınan cavab yazı tapacaqsan. Sonra bu ikinci hissədə deməli bölmə həmişə vurma olur, amma sürətlə məxrəcinin yeri dəyişmə şərti ilə. Deməli 13-dən ixtisar edəcək. Qalacaq nə? 18 vurulsun 1 eləyəcək 18. 3-də 1-ə vuranda eləyəcək 5. Vurulsun 5 bölünsün 12. Bu 5-dən ixtisar getdi. 18 ilə 12, 18-i deməli 6-ya bölsün 6 dəfə 3-ün 18, 12-ni də 6-ya bölsün 6 dəfə 2-nin 12. Cavab 3 bölünsün 2 oldu. Yəni A bəndi. Sonra 6 nömrəli suala baxaq. 6 nömrəli sualda da deyilir ki, 1 çıxılsın, deməli, 1-i mən necə yaza bilərəm? 3 bölünsün 3 kimi yaza bilərəm, bölünsün 2 bölünsün 3 kimi. Üstə gələnsin 2 bölünsün 2 necə yazaram? Bayaq yazdığım formada 1 tam 4-də 4 çıxılsın 4-də 3. Üstə gələnsin 3 bölünsün 3-ü də mən 2 tam, deməli 5-də 5 kimi yaza bilərəm, çıxılsın 4 bölünsün 5. Bərabərdir. Bayaqki sualın eynidir, bərabərdir. Deməli, 1 bölünsün 3-dən 2 çıxanda 1 bölünsün 3. Üstə gələnsin 2 bölünsün 1-dən 0 çıxanda 1 tam, 4-dən 3 çıxanda 1 böl 4. Üstə gələnsin 3 bölünsün 2-dən 0 çıxanda 2 tam, 5-dən 4 çıxanda 1 bölünsün 5. Bərabərdir. Mən bunları yazaq. İndi mən bunları həm də çevirməliyəm. Necə çevirəm? 1 tam 4-də 1, 4 dəfə 1-in 4 üstə gəl 1, 5. Yəni 4-də 5 eləyəcək bura. Eləyəcək 4-də 5. 5 dəfə 2, 5-i 2-yə vursaq 10, üstə gəl 1, 11. Yəni 5-də 11. Burada yazsaq, deməli 5-də 11. İndi artıq yaza bilərik. Yəni 1 bölünsün 3-də 1. Üstə gələnsin 2 bölünsün 4-də 5. Üstə gələnsin 3 bölünsün 5-də 11. Bərabərdir. Bölmə, həm bölmə, həm toplama varsa və əlbəttə ki, birinci bölmələr həll olunmalıdır. 1-i vuraram nə? 3-də 1 olacaq. 3 bölünsün 1. Üstə gələnsə 2 vurulsun. 2 vurulsun, deməli 5-də 4. Üstə gələnsə 3 vurulsun. 11 bölünsün. 11-də 5 bərabərdir. 3-ü 1-ə vuranda 3 eləyəcək. 4 dəfə 2-nin 8 bölünsün 5 eləyəcək. 3 dəfə 5-in 15 bölünsün 11 eləyəcək. Bərabərdir. 3-ün məxrəci 1-dir. Mən bunların üçünə də əkub tapsam 55 edər. 55-i 1-ə böləndə 55, 55-i 5-ə böləndə eləyəcək 11, 55-i də 11-ə böləndə eləyəcək 5. 55-i 3-ə vursam 165, üstə gəlsin 8-i 11-ə vursam, 8-i bu 11-ə vursam eləyəcək 88, üstə gəlsin 15-i də 5-ə vursam eləyəcək 75, bərabərdir. Mən bu üçün çox sürəti toplasam, sürət eləyəcək 328, məxrəcdə 55 formada hesablayırıq. Baxın bir daha izaha. Çox sadə izahdır. Çətin heç nə yoxdur. Sonra 6-dan sonra 7 nömrəli suala baxaq. 7 nömrəli sual da çox sadə bir sualdır. Çətin orada heç nə yoxdur. Deməli, köçürək ilk öncə sualımızı. Burada da bu tipli suallar aid də çox işləmişik. Deməli, 0,75 vurulsun 0,5.
Üstə gəlsin 0,6 vurulsun 0,1, üstə gəlinsin də 12,6 vurulsun, bölünsün, daha doğrusu 0,9 bərabərdir. Yəni mən vergül azad etməyi sizə göstərmişəm, öyrətmişəm. 0,75 bölünsün 0,5. Yəni mən bunları 100-ə vursam, vergüldən azad olar. 0,6-nı 0,1-ə deməli bölmək üçün 10-a vurmalıyam. Bəs 12,6 və 0,9. Biri 10-da 6-dır, biri də 10-da 9-dur. Yəni 10-a vurmalıyam. 75 ilə 100 75 eləyəcək. Bu 0-la bu vergül gedəcək 50 qalacaq. Və gəlsin 6 bölünsün 1 qalacaq və bu da 126 bölünsün 9 qalacaq. Bu 0-la bu 9 vergül gedəcək. Mən deməli 5-i 50-ni mən neçəyə vursam, 2-yə vursam onluq kəsr formasına çevirə bilərəm. Yəni 75-i 2-yə vursaq 150 bölsə 50-ni də 2-yə vuranda 100 eləyəcək. 6-nı 1-ə böləndə 6, 126-nı 9-a bölsək bu da eləyəcək 20. Deməli 10-un, o 2 9-un içərisində bir dəfə 9 və 4-ün 36. Deməli 150-ni 100-ə bölsəm burada sıfırlar gedəcək. 15-i də 10-a böləndə 1,5 qalır. 14-ü üstünə gəl 16 eləyəcək 20. 20-ni də üzərinə mən 1,5 gəlsin. Bax 20 üzərində gəlsin 1,5. Tam ədədləri mən alt-alta yazıram. 21,5 eləyər cavabımız. Yəni B bəndi. Sonra digər suala keçək. 7-dən sonra 8 nömrəli sualımız gəlir. 8 nömrəli sual da eyni qayda ilə həll olunmalıdır. Baxın, deməli elə bunun üzərində göstərim. Məsələn, bax burada 0,11 deyil, bir də 0,22-dir. Əlbəttə ki, mən bunu 1000-ə vurmalıyam ki, vergüldən azad ola bilsin. Deməli 1000-ə vursam, vergüldən azad olar. 0,8 və 0,2, biri 10,8-dir, biri də 10,2-dir. Yəni ona vurmalıyam. Biri 1000-də 8-dir, biri də 100-də 4-dür. Yəni 1000-ə vurmalıyam. Ən böyük olan mərtəbəyə vurmaq lazımdır. İndi baxırsan, burada ki, deməli bax 1000-i 100-də 11-ə bu 2 sıfırla bu vergül gedəcək. Bax bu 3 sıfırla bu vergül gedəcək. Bu sıfırla bu vergüllər gedəcək. Qalacaq bu 3 sıfırla bu vergül gedəcək. Bu 2 sıfırla da bu vergül gedəcək. Qalacaq nə? Deməli deməli birincidə 10 qalmışdı. Onu 11-ə vuranda 110 bölünsün 22. 8 bölünsün 2 vurulsun 8 bölünsün. Burada 2 sıfır getmişdi, 10 qalmışdı. 4-ü ona vuranda 40 eləyəcək. İndi ixtisarımızı aparaq. 0-dan sıfırlar getdi. 11-i 11-ə böləndə 1, 22-ni də 11-ə böləndə 2 qalacaq. Deməli 8-i 2-yə 2-yə böləndə 1, 8-i 2-yə böləndə 4 qalacaq. Bu 4-lər gedəcək. Sonra 8-i də 2-yə böləndə qalacaq cavabımız 4. Bu formada. Sonra 8 nömrəli sualı yazaq, 9 və 10-u da yazaq. 9 ilə 10 nömrəli sualı çox sadə bir sualdır. Bu tipli suallarda, baxın bu tipli suallarda, yəni A bölünsün 0,3, B bölünsün 0,4 və C bölünsün 0,6. Üçü də bir-birinə bərabərdirsə, burada A-mız nəyə bərabər olacaq? Həmişə belə bu üsuldan istifadə edin. A burada bərabərdir 0,3-ə, B bərabərdir 0,4-ə, C də bərabərdir 0,6-ya. Olarsa aşağıdakilərdən hansı doğrudur? İndi biz bunları necə müqayisə edəcəyik? Mərtəbələrə görə müqayisə edirik əlbəttə ki. Deməli, tam ədədləri müqayisə etsək, bax hamısı 0-da bərabərdir. İkinciləri bax artıq müqayisə etmək lazımdır. Birinci görürük ki, 6 daha böyükdür. Deməli, C böyük olacaq. Nədən? 4-dən. İkinci böyüyümüz AXB-dir. 4 3-dən böyükdür, yəni A-dan böyükdür. Ya belə və ya da ki, bunu da tərsinə yazsaq, A, B, C kimi yazsaq, onda bu işarələr ki var, bu işarələr avtomatik dəyişəcək, bu formada olacaq. Yəni A, B və C, yəni A bəndi. 10 nömrəli sualda nə deyir? 10 nömrəli sualda deyilir ki, o ədədini onluq kəsr şəklində göstərin. Ədədi onluq kəsr şəklində göstərsək, məsəl üçün biz bir ədədi bölüb bu formada alsaq əgər, məsəl üçün 0,5, 4, 4, 4, yəni bu formadan ancaq təkrarlama gedirsə, yəni ən çox təkrarlanan hissə ki var ha, yəni bu ən çox təkrarlanan hansıdır? 4. Mən bu 4-ü dövr almalıyam. Dövr nə deməkdir? Dövr. Dövr də ən çox təkrarlanan ədəddir. Ən çox təkrarlanan ədəd. Təkrarlanan ədəd. Yəni ən çox təkrarlanan ədəd biz dövrə alırıq. İndi misal üzərində göstərək. Deyək 1-i böl 6-ya. Yəni mən 1-i normal qaydada 6-ya mən bölməliyəm. Bildiyimiz üsulla bölürəm. 1 bölünsün 6. 1-i mən 6-ya necə bölərəm? 1 6-ya bölünmür.
Yəni mən bura 0 əlavə edirəm. Bura 0 əlavə edirəmsə, mən burada 0 və vergül əlavə edirəm. 16-nın içərisində bir dəfə yerləşir. Biri 6, ondan 6 çıxanım 4. 4 6-ya bölünmür. 0 əlavə edirəm. 46-nın içərisində 6 dəfə düşür. 36. Çıxsam 4 qalacaq. Bax yenə də 0 əlavə edirəm. 46-ya 6 dəfə düşür. 36. 4. Baxın görürsüz, bax bu proses davam eləyəcək. Yəni bu sonsuz şəkildə bu davam eləyəcək. Ancaq 6 6 6 davam eləyəcək. Mən bunu bu formada yaza bilmərəm heç vaxt. Cavablarda belə verilir. Cavablarda veriləcək 0,1. Ən çox təkrarlanan hissəni də dövrə alırıq. Yəni C bəndidir cavabımız. Yəni ən çox təkrarlanan hissəni həmişə yadda saxlayın ki, dövrə alır. Dövr də təkrarlanma deməkdir. Dövr. Təkrarlanma, təkrarlanma. Dövr təkrarlanma deməkdir və biz onda həmişə belə mötərizə işarəsi ilə dövrə alırıq. Oxunuşu necədir? 0,1, onda 0, 0 tam, onda 1, dövrdə 6. Dövrdə 6. Oxunuşda bu cürdə 0 tam dövrdə 1, onda 6. Dövrdə 6. Bu formada test, deməli, Güvən nəşrindən test 3-dən bəzi sualların izahına baxdıq. Ona qədər, yəni onlara qədər də səhvimiz var idi. Onların izahını verdim.